Məcburi köçkünün evindən 22 min manat pul oğurlandığı iddia edən şəxs saxlanılıb. Araşdırma zamanı təqsirləndirilən şəxsin zərərçəkənlə qonşu olduğu ortaya çıxıb. O, ələ keçirdiyi məbləğin xeyli hissəsini kef məclisinə xərcləyibmiş. Ağdamda qonşusunun evindən pul oğurlayan şəxs Bakı şəhərində yaxalanıb. Rayon polisi Xıdırlı kəndindən məcburi köçkün olan, hazırda Paşabəyli kəndinin uşaq bağçasında məskunlaşan Ceyhun Əliyevin şikayəti əsasında əməliyyat tədbirlərinə başlayıb. Zərərçəkən şəxs şikayətində otaqdakı seyfin dəmir parçası ilə sındırıldığını və ona məxsus 25 min manatdan çox pulun oğurlandığını bildirib. Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğurluğu törədən şəxs Ceyhun Əliyevlə eyni binada məskunlaşan məcburi köçkün Azər Quliyevdir. Polis Azər Quliyevi paytaxt kafelərindən birində elə özünün dediyi kimi yeyib içən zaman saxlayıb. Ağdam rayon polis şöbəsinə gətirilən Azər Quliyev oğurluğu törətdiyini etiraf edib. Üzərinə baxış keçirilərkən iddia olunan məbləğin 2200 manata aşkarlanaraq maddi sübut kimi götürülüb. İfadəsi zamanı oğurluqda təqsirləndirilən şəxs götürdüyü pulun şikayətçinin iddia etdiyindən az olduğunu deyib. Belə bir yemək, içmək, oturmaq, durmaq belə də ondan şəhər yerdir. Pul başlarında. Taksi, maksi. Hazırda polis təqsirləndirilən şəxsin ifadəsində nə qədər səmimi olduğunu araşdırır. Faktla bağlı cinayət işi açılıb.